Qızıl Qələm mükafatı laureatı, Turan medalı mükafatçısı, qabaqcıl təhsil işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Məxruh Dövlətzadənin Alimlik missiyası tənqidçi ömrü adlı kitabının təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının qərarı ilə ədəbiyyatşünas alim, əməkdar müəllim, professor Təyyar Salamoğlu'nun 65 illik yubileyi ərəfəsində nəşr olunub. Ustad-şagird ənənəsinin parlaq nümunəsi kimi dəyərləndirilən bu nəşrdə müəllifin öz elmi rəhbərini həsr etdiyi elmi məqalələr və topladığı dəyərli yazılar yer alıb. Bu yaxınlarda 65 yaşım tamam olub. Mənim yetirmələrimdən biri Məxruh xanım, Məxruh Dövlətzadə öz təşəbbüsü ilə mənim haqqımda yazılmış araşdırmalardan, məqalələrdən ibarət bir kitab tərtib edib. Ədəbiyyatşünaslıq missiyası, tənqidçi ömrü. Biz də indi həmin kitabın imza gününə, təqdimat mərasiminə toplaşmışıq. Onun haqqında uzun illər ərzində müxtəlif alimlər məqalələr yazmış, tədqiqatlar aparmışlar. Bu mənada həmin məqalələrin bir yerə toplanması, onların ümumiləşdirilməsi və bu ümumiləşdirmənin fonunda Təyyar müəllimin ədəbiyyatşünas və ədəbi tənqidçi obrazının yaradılması kitabın tərtibçisi Məxruh xanımdan böyük bir məharət və intellektual ustalıq tələb etmişdir. Təyyar Salamoğlu haqqında bu monoqrafik tədqiqat ki, onu Məxruh Dövlətzadə filologiya üzrə fəlsəfə doktoru tərtib eləyibdir. Elmi redaktoru yenə filologiya üzrə fəlsəfə doktoru Könül Həsənovadır. Məsləhətçi də bizim tanınmış ədəbiyyatşünasımız Razim Məmmədovdur. Təyyar Salamoğlu haqqında, onun yaradıcılığı haqqında çox mükəmməl bir təsəvvür yaradır. Topluda bir çox tanınmış ədəbiyyatşünas alimlərin Təyyar Salamoğlu'nun elmi və yaradıcılıq fəaliyyətinə işıq tutan məqalələri təqdim olunub. Eyni zamanda professorun müəllifi olduğu 25 kitaba yazılmış ön sözlərdə bu nəşrdə öz əksini tapıb. Kitabda tənqidi məqalələr toplanıb. Azərbaycanın müxtəlif universitetlərində, akademiyada çalışan elm adamları Təyyar Salamoğlu'nun tənqidi yaradıcılığına, ədəbiyyatşünas alim kimi yaradıcılığına öz elmi yazılarını həsr ediblər və 90-cı ildən bu günə kimi müxtəlif elmi tematik məcmuələrdə, qəzetlərdə, müxtəlif mətbuat orqanlarında nəşr olunmuş yazılardır ki, biz onu topladıq və bir kitab halına gətirdik. Mən kitabın ön sözünü son olaraq belə bitirmişdim ki, kitablar zamanın dalğaları üzərində ləngərləyən fikir gəmiləridir. Onlar bugünkü fikirlərimizi, sözlərimizi gələcək nəsillərə çatdırırlar. Və özümü bugünkü və gələcək oxucularımıza tutub demişdim ki, bu kitabın həmin gəminin, yəni limanı siz olun. Təqdimatda çıxış edənlər kitabı yalnız elmi və tənqidi düşüncənin məhsulu kimi deyil, eyni zamanda müəllifin ustadına ehtiramının, mənəvi bağlılığının təcəssümü kimi qiymətləndiriblər.